Təsəvvür edin, doğulduğum rayon isti, pambıq əziyyətli. Mən qadınlarla pambıq yıkmışım. Arzudan, ümiddən, diləkdən. Ömürkün yoldaşım, bəlkə də həyatını mənə qurban verdi. Kimsən sən, soruşdum, kimsən sən. Mən bir uşağın göz yaşlarını həyatımı bəlkə verərəm, göz yaşlarını. Tək ki onun göz yaşları olmaz. Dilindən soruşdum bu axşam. Mən ancaq Allahdan ləyaqətimi, şərəfimi qorumaq üçün imkan arzulayıram. Soruşdum, kimsən sən. Akçe. Durun. Durmuram. Öz başına sen de ya. Dur ayağa sana diye. Elə buradaca öldür məni. Heç yerə getməyəcəm. Şefi əsəbləşdirmək olmaz. Dur sana deyirəm. Durmuram. Arası önce. Ana Razmi, ya sen gücün çakmır mi? Tut ipi, al kolunu bağlayan. Dayanın! 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 Dayan. Dayan. Ahmak adam, çeşit kenara yer ve bil. İtil buradan. Biz ölerik. Ama namusumuzu ayaklar altına atmak. Mən Ucarın Boyat kəndində anadan olmuşam. 1948-ci ildə. Ailədə 10 uşaq olmuşuq. Kasıb ailədə dünyaya göz açmışam. Mən 10-cu sinifi qurtaran günü atam həmin günü qəflətən dünyasını dəyişdi. Təsadüf ilə yetirmişdi ki, həmin gün həm də atamın ad günü idi. Ad günü 50 yaşında mənim orta məktəb qurtaran günüm dünyasını dəyişdi. Mən Gəncə Dövlət Pedaqoji İnstitutunu qurtarmışam və
qurtaran ildə də Azərbaycan Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunun dissertant olmuşam. 76-cı ildə həmin institutda Azərbaycan dilinin tədrisi metodikası üzrə elmi işçi gəlmişəm. Professor adını da orada almışam. Sonralar mən həmin institutda şöbə müdürü olmuşam. Şöbə müdürü işləyə də Bakı Ali Pedaqoji Qızlar Seminariyasını 92-ci ildə yaratdım, təhsil edim. 2005-ci ildə də Bakı Ali Pedaqoji Qızlar Seminariyasının adı dəyişdirildi. Status öz yerində qalmaq şərtilə Bakı Qızlar Universiteti kimi fəaliyyət göstərməyə başladı. Təbii ki, bütün dövrlərdə fəal ictimai həyatda olan insanlar, yəni tanınan insanlar, onları əhatə edən mühitin, dəyişən zamanların, stereotiplərin, hətta ictimai-iqtisadi formasiyaların müqabilində, yəni onların təzyiqi müqabilində öz daxili bütövlüklərini, mənəvi ruhu aləminin bütövlüyünü qoruyub saxlamaq çətinliyi ilə üz-üzə gəlirlər. Arif müəllim 40 ildən çox yəni yaradıcı fəaliyyətlə məşğuldur, istər təhsil sahəsində, pedaqoji sahədə. Yəni bizim gözümüzün qarşısında olan prosesə əsaslanıb deyə bilərik ki, məsələn, şəxsən mən öz dövrümə düşən vaxta aid edirəm ki, tutaq ki, 15 ilə yaxındır Arif müəllimlə bir kollektivdə çalışırıq və ondan əvvəlki onun tutaq ki, hardasa həyat yaradıcılığı ilə tanışlıqdan da belə qənaətə gəlirəm ki, Arif müəllimin o dəyişməz xarakteri, hardasa cəsarəti, biraz çoxlarına bəzən qəribə görünən, kəskin görünən xarakterinə əsaslanıb deyə bilərəm ki, Arif müəllim o dəyişən zamanların müqabilində öz daxili aləmini, mənəviyyatını qoruyub saxlayan adamdır. Belə ki, o nəinki təkcə özünün, hətta bilirsiniz, bir ailənin bütövlüyünü, hətta mənəviyyatını qoruyub saxlamaq, bir ailə başçısı kimi çox insanlar demək olar ki, özünə güvənə bilmir. Amma bütöv böyük bir universitetin, böyük bir kollektivin adını təmiz saxlamaq, oradakı gözəl bir mənəvi mühit yaratmaq asan məsələ deyil. Bu baxımdan demək olar ki, Arif müəllim Azərbaycan ictimaiyyətində istənilən bir, yəni bu universiteti tanıyan, bu universitetin əlaqəsi olan, istənilən bir valideyn, tələbə, buranı qutaran abituriyentlər, magistrlar və s. haqqında soruşsanız, hamı eyni sözü deyir ki, Bakı Qızlar Universitetində həm təhsil, həm tərbiyə, həm əxlaq və həm də çox gözəl, təmiz bir mühit var. Bu illər ərzində mənim pedaqoji sahədə 35 kitabım, kitabçam, monoqrafiyam, orta məktəblər üçün dərslik, ali məktəblər üçün, pedaqoji fakültələr üçün dərslik hazırlamışam, onların müəllifiyəm. Mən eyni zamanda bədii fəaliyyətə başlamışam. İlk romanım Yaddaşda Yaşar Xatirələr öz həyatımdan bağlı oldu. Mən həyatımda baş verən hadisələrə toxunmaq istəmirəm, çünki hər bir şəxsin həyatında acılı, şirinli xatirələr olur. Mən də istisna deyirəm. Mənim ikinci əsəri Canavar Balası belə bir əsər yazdım. O əsərin də ömrü çox uğurlu oldu və az sonra Canavar Balası bədii filmi çəkildi.
uşağın yersi! Ağlama. Ay bu uşağın yersi! Nereye? Ay evlat! Pardon sen ay evlat! Buradayım. Ne oldu? Allah'ım bize rahmi gelir. Bu nedir? Yok sen uşağın da. Kimin uşağı? Bizim. Ay kişi ne danışırdın? Başım ağrıdı. Bu uşağı bize Allah getirir. Hele koyuram. Onu böyüderiz, saklayalım, terbiyeleri. O atalar var, biz de evlat sahibi. Ayet biz de evlat tadı görelim. Apar bu evlat balasını, adam balasını apar. Ne diyeyim sana vallahi? Hiç Ne diyeceksin ayar bak, şu anda da meşeden tapmışım. Şimdi ona ikili bakalım. Yersi tapılara aparıp kaytararız. Məsələ onda deyil ki, Ağarəhim müəllimin bugün onlarla romanı var. Məsələ onda deyil ki, Ağarəhim müəllimin bugün yüzlərlə hekayəsi var, onlarla povesti var. Və məsələ onda da deyil ki, onun Əsgər anası, Canavar balası kimi deyək ki, pyesləri əsasında çəkilmiş kinofilmlər, tamaşalar, televiziyada çox böyük uğur qazanıb. Məsələ ondadır ki, Ağarəhim müəllim bu əsərlərdə özünə məxsus bir sənət kredosu, özünə məxsus bir yazıçı amalı nümayiş etdirə bilib. Və onun yazıçı amalı nədir? Ağarəhim müəllimi ən çox narahat eləyən həyatımızın mənəvi problemləri, mənəvi həyatımızdakı o əxlaqi kataklizm, eybəcərləşməyə gedən yol, bir də Qarabağ problemi. Sonralar mənim Əsgər anası, Pul hərisləri, Məhəbbət və cinayət pyeslərim özünün səhnə həllini tapdı. Hal-hazırda bədii yaradıcılıqla bağlı mənim 10 cildlik əsərlərim çap olunub. Hər halda ömrümüz vəfa versə, görünür başladığımız iş bundan sonra da davam eləyəcək. Ağarəhim müəllimin ümumiyyətlə dünya görüşü, şəxsiyyəti, onun həyat təcrübəsi imkan verir deyək ki, o pedaqoq müəllim olmaqla bərabər filosofdur, psixoloqdur, sosioloqdur. Və bunlar onun dünya görüşünün məcralarını müəyyənləşdirmək baxımından həm də bədii yaradıcılığında bir görüntü, bir təzahür yaradır. Ağarəhim müəllim ənənədən gələn sənətkardır. Amma bu ənənəni biz belə səciyyələndirdik, həm bunu ümumən klassik Azərbaycan ədəbiyyatı, müasir ədəbiyyatımız və eyni zamanda Rus ədəbiyyatı və dünya ədəbiyyatı boyunca səciyyələndirə bilərik. Elə də, mənim üçün yaman darıxmısan. Şubat, gecəmdə, gündüzümdə sənsən. Xəyalımda, yuxumda sənsən. Darıxma ana. Tezliklə görüşərik. Nə vaxt? Harda? Atışma səsləri tutaranda, əlvan güllər, çiçəklər azad olmuş torpaqlarımızı al qumaşa bürüyəndə, bülbüllərin xoş avazı analarının nanəsini fıstıranda gələcəm ana. Danış, danış bala, danış. Sən danışdıqca, səsini eşitdikcə, elə bir yenidən doğruluram. Yaşamaq istəyirəm Ana. bala. Gəldim deyəm ki, Nərgizdən, oğlumdan, qızımdan müğayib. Nərgiz cavandır, övladlarım uşaq. Onları xoşbəxt eləyə bilmədim ana. Nərgizin göz yaşları ruhumu sarsıdır. Şubat, sən yoxsan mən varam, mən. Mənim bala. Mənim qəhrəmanım. İnsan taleyi, insan şəxsiyyəti elədir ki, bunu bədii yazı ilə məşğul olan adamlar da bilir ki, müəllifin bu və ya digər dərəcədə xarakteri, başına gələn hadisələr, onun taleyi, digər obrazların da
fəaliyyətində görünür. Məsələn, mənim Səfalət romanımda Asiman xanım pedaqoq alimdir, elmlər doktorudur, professordur. Tamamilə mənim özümdür. Ancaq mən onu kişi kimi təsvir eləmədim. Həqiqi Azərbaycan qadını, həqiqi ləyaqəti, şərəfi özündə olan bir alim, bir düşüncə sahibi kimi verməyə çalışdım. Sevinirəm ona görə ki, oxucular da o adamın, o obrazın yaxşı alındığını, səmimi alındığını